Əgər yox deməli olduğun anda yox deyə bilmirsənsə, səsin tutulursa, problem səsində deyil. Problem sərhədlərinin hələ tam formalaşmamasındadır. Sərhəd qoymaq qışqırmaq demək deyil. Sərhəd qoymaq sakit, amma qəti şəkildə öz mövqeyini bildirməkdir. Sən özünü izah etməyə məcbur hiss eləmirsən. Sadəcə fikrini elə bir şəkildə deyirsən ki, artıq müzakirəyə ehtiyac qalmır. Çox adam sərhəd qoymaq istəyəndə belə səslənir. Bilmirəm, bəlkə başqa gün baxarıq. Fikir verin, bədən əyildi, səs tonu aşağı düşdü. Bu səni nəzakətli göstərmir, qeyri-müəyyən göstərir. Qarşı tərəfə bilirsən hansı mesaj verir? Sənin fikrindən döndərməyin asan olduğu mesajını verir. Çünki sən özündən əmin görsənmirsən. Qətiyyətli olduğun anda isə belə səslənirsən. Bugün mümkün deyil, mən sizə qatıla bilməyəcəm. Vəssalam, səsini qaldırmadın, izah vermədin, özünü sübut eləməyə çalışmadın. Ən əsası, sərhədləri də müzakirə obyektinə çevirmədin. Onu açıq şəkildə bəyan elədin. Belə danışanda həm söhbətin də dolayı yollar axtarmağı dayandırır. Artıq suallar verməkdən çəkinir. Çünki qarşısında özündən əmin bir insan dayanır. Səsindəki və bədən dilindəki əmin danışığınla artıq imzanı atmış olursun. Əgər sən də səsini və bədən dilini doğru şəkildə idarə etməyi öyrənmək istəyirsənsə, təlimlərimə qatıla bilərsən.